30 yaşımda 20'li yaşlarımda özümə verəcəyim tövsiyə. Hər hansı bir münasibəti qoruyub saxlamaq üçün özündən qurban vermə. Münasibət deyəndə bu sevgili ola bilər, ailə ola bilər, dostun ola bilər, qətiyyən fərqi yoxdur. Həyatımızda hər münasibət ömürlük olacaq deyə bir şey yoxdur. Məcbur şəkildə həyatımızda kimisə saxlamağa çalışdığımız zaman özümüzdən qurban veririk və bu qurban əslində bizim çantamıza 1 kiloluq daş olaraq geri dönür. Qurbanlar çoxalmağa başlayanda çantamızdakı daşların sayı getdikcə artır və artıq daşınmaz bir hala gəlir. Çünki ağır bir yükü daşımaq səni yavaşlatmağa doğru gedir. Sən bu sürətə təəssüf ki, yavaş-yavaş vərdiş olmağa başlayırsan. Çünki bu daşlar bir gecədə yığılan daşlar deyil. 2 ilə, 3 ilə, 5 ilə müxtəlif münasibətlərdə özündən verdiyin qurbanlar nəticəsində yığılan daşlardır. Və sənə elə gəlir ki, sənin normal sürətin, potensialın, əldə edə biləcəklərin məhz budur. Həyatında o daşlardan, toksik insanlardan, səni geri salan insanlardan qurtulmağa başladığın anda sürət yığırsan. Elə bir sürət yığırsan ki, A nöqtəsindən B nöqtəsinə heç özünün də təsəvvür etmədiyi bir halda tez bir zamanda çatırsan. Mütləq yadında saxla, özündən durmadan qurban verib, qoruyub saxlamağa çalışdığın həmən münasibətlər əslində səni həyatda, istəklərinə çatmaqda, potensialını ortalığa qoymaqda arxaya salır, çünki bütün enerjini alır. Səndə hər şey alınacaq. Uğurlar.